Bir neçə gündür dünyanın diqqət mərkəzində olan Ümumdünya Şəhərsalma Forumu artıq başa çatdı. Dünyanın müxtəlif ölkələrindən gələn qonaqlar həm forumda iştirak etdilər, həm də Bakını yaxından tanımaq imkanı qazandılar. Tədbirdə gələcəyin şəhərləri, ekologiya və urbanizasiya ilə bağlı maraqlı müzakirələr aparıldı. Xarici qonaqlar xüsusilə Bakının təhlükəsizliyini, təmizliyini və insanların qonaqpərvərliyini yüksək qiymətləndirdilər. Forum bir daha göstərdi ki, yürütdüyü uğurlu siyasətin nəticəsi olaraq Azərbaycan böyük beynəlxalq tədbirlərə yüksək səviyyədə ev sahibliyi edir. Bu fon üçün bağlanış mərasiminə hazırlıq görülür. Az sonra mərasim başlayacaq. Proqram 2 saat olacaq. Ardınca isə bayraqların endirilməsi mərasimi keçiriləcək. Bakıda keçirilən VUFON 3 bugün öz işini yekunlaşdırdı. COP29-dan sonra Azərbaycanda təşkil olunan növbəti nəhəng beynəlxalq tədbir bir daha Azərbaycanın qlobal miqyaslı tədbirlərə yüksək səviyyədə ev sahibliyi etmək potensialını nümayiş etdirdi. Bir neçə gün ərzində Bakı beynəlxalq urbanizasiya gündəliyinin əsas müzakirə platformalarından birinə çevrildi. Dünyanın müxtəlif ölkələrindən olan dövlət rəsmiləri, beynəlxalq təşkilatların rəhbərləri, ekspertlər və şəhərsalma üzrə mütəxəssislər Bakıda bir araya gələrək qlobal çağırışların həlli yollarını müzakirə etdilər. Forumun ən diqqət çəkən məqamlarından biri Prezident İlham Əliyevin təşəbbüsü ilə ilk dəfə təşkil olunan liderlərin bəyanatları sessiyası oldu. VUF tarixində ilk dəfə keçirilən bu sessiya forumun siyasi əhəmiyyətini daha da artırdı. Azərbaycanın sədrliyi ilə təşkil olunan nazirlər görüşü də mühüm məqamlarla yadda qaldı. Görüşdə 70-ə yaxın ölkənin nazirləri və rəsmi nümayəndələri iştirak etdi. Görüş zamanı qəbul edilən yekun sənəddə Azərbaycanın həyata keçirdiyi təşəbbüslər, forumun yüksək səviyyədə təşkili və beynəlxalq əməkdaşlığa verdiyi töhfələr xüsusi qeyd olundu. Eyni zamanda postmünaqişə dövründə işğaldan azad edilmiş ərazilərdə aparılan geniş miqyaslı bərpa və quruculuq işləri beynəlxalq iştirakçılar tərəfindən yüksək qiymətləndirildi. Forum iştirakçıları xüsusilə Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən yenidən qurma layihələrinə böyük maraq göstərdilər. Ağıllı şəhər və ağıllı kənd konsepsiyalarının tətbiqi, dayanıqlı infrastrukturun qurulması, ekoloji yanaşmalar və böyük qayıdış proqramı Azərbaycanın urbanizasiya və şəhərsalma sahəsində təqdim etdiyi mühüm nümunələr kimi diqqət çəkdi. VUFON 3 Azərbaycanın beynəlxalq təşəbbüslərlə çıxış edən və qlobal platformalarda fəal rol oynayan ölkə olduğunu bir daha nümayiş etdirdi. Forum müddətində xarici qonaqlar və turistlər də Bakının inkişafını, təhlükəsizlik tədbirlərini, şəhərdə yaradılan şəraiti və təşkilatçılığı yüksək qiymətləndirdiklərini bildirdilər. Qonaqlar Bakının beynəlxalq tədbirlərin keçirilməsi üçün əlverişli və təhlükəsiz şəhərlərdən biri olduğunu qeyd ediblər. Təşkilatçılıq qüsursuzdur. Hər şey saat kimi işləyir. İclaslara vaxtında giririk, hökumət rəsmiləri ilə görüşmək imkanımız var. BMT sistemindəki bir çox həmkarlarımızla ünsiyyət qura bilirik. Hesab edirəm ki, burada çox səmərəli müzakirələr gedir. Qonaqpərvərlik çox yüksək səviyyədədir. Buranın insanları heyrətamizdir. Çox səmimidirlər. Bakı şəhərində, içəri şəhərdə olduq. Bu konferansın bəzi nəticələrini və həmçinin üzv dövlətlərin bundan nələr əldə etməyi hədəflədiklərini eşitməyi səbirsizliklə gözləyirəm. Azərbaycanda, xüsusilə də Bakıda olmaqdan çox məmnun qaldıq. Şəhəri gəzdik, görməli məkanlarla tanış olduq. Forum da bizə çox xoş təəssürat yaratdı. Çünki bu platforma müxtəlif ölkələri bir araya gətirir. Burada fərqli ölkələrdən olan insanlarla ünsiyyət qurmaq, mənzil kommunal təsərrüfatı sahəsinin onların ölkələrdə necə təşkil olunduğunu öyrənmək imkanı əldə etdik. VUFON 3 yalnız şəhərsalma məsələlərinin müzakirə olunduğu beynəlxalq platforma deyil, həm də Azərbaycanın artan beynəlxalq nüfuzunun, Prezident İlham Əliyevin uğurlu siyasi kursunun və ölkəmizin qlobal tədbirlərə yüksək səviyyədə ev sahibliyi imkanlarının növbəti nümayişi kimi yadda qaldı. Beləliklə, VUFON 3 Bakıda bayraq endirmə mərasimi ilə başa çatıb. Mərasim forumun rəsmi bağlanışını simvolizə edib və növbəti Ümumdünya Şəhərsalma Forumuna keçidi ifadə edib.
Qeyd edək ki, növbəti Ümumdünya Şəhərsalma Forumu 2028-ci ildə Meksikanın paytaxtı Mexiko şəhərində keçiriləcək. Nərmin Məmmədhəsənli, İbrahim Kamiloğlu, Namiq Hüsiyev, Xəzər xəbər.